Kanalımı izleyen hər kəsə salamlayıram. Dəyərli izləyicilər, mərci plov hazırlamışam çığırtma ilə bir yerdə, lakin çığırtmanı burada çəkiliş etməmişəm. Ona görə ki, çığırtmanın hazırlama qaydası kanalımda var. Yəni istəyən olsa buyurub baxa bilər. Vaxt itkisi olmasın deyə, video çox uzun, yorucu olmasın deyə yenidən çığırtmanın hazırlama qaydasını çəkməmişəm. Sadəcə mərci plovu lentə alıb sizlərlə paylaşıram. Keçək hazırlama qaydasına. Əvvəlcə 3 stəkan mərcini yuyuram və qoyuram qaynamağa. Burada xrustal stəkanla 3 stəkan mərcini islatdım. Qaynara düşəndə deməli duzunu da əlavə eləyirəm. Mərcilər bişdikdən sonra süzürəm və bir kənarda gözlədirəm ki, düyü də qaynasın. Deməli düyüyə qatacağam, ona görə əvvəlcədən mərcini də qaynadıb süzürəm. Daha sonra burada 1 kiloqram düyüdür. Düyünü də əvvəlcədən islatmamışam. Vaxt az olduğuna görə tələsirdim yeməyi bişirməyə. Ona görə ki, düyünü istaqda əvvəldən saxlamadım. Elə yuyan kimi də bişirdim. Bu da problem deyil. Elə istadanda da onlar 1-2 saat əvvəldən istadanda və yaxud axşamdan da istadılar düyünü. Onda az qaynatmaq lazım olur düyünü. Amma elə həmən yuyub bişirən kimi də qaynarı biraz çox aparır, amma effekt eynidir də, yəni problem deyil. Su qaynadıqdan sonra suyuna, düyünün suyuna duz əlavə edirəm. Duzunu da biraz bol eləyirəm ki, plovumuz şit olmasın. Və düyünü suya əlavə edib qaynadıram. Bişdikdən sonra süzürəm. Burada diqqət edin. Yəni mən süzəndən sonra mərcini qatıram düyüyə. Amma eləyə də bilərdim ki, düyünü süzənə yaxın mərcini qazanın içərisinə əlavə edeyim. Düyü ilə bir yerdə, yəni qarışmasına görə süzüm. Lakin elə eləmədim. Ona görə ki, mərcini biraz düyünün içərisinə suyuna atanda biraz düyülərin rəngi çirkli fason olur. Biraz bulanıq olur da. Ona görə düyünü süzəndən sonra mən mərcini qatıram, elə aş süzəndə bir-birinə qarışdırıram. Daha sonra qazanın dibinə kərə yağı əlavə edirəm. Qazan biraz qızdıqdan sonra süzülmüş düyünü də yerləşdirirəm qazana. Üzərinə yenidən kərə yağı yığıram və yarım stəkan, yenə xrustal stəkanla yarım stəkan da su əlavə edirəm üzərindən. Daha sonra qapağı, çay dəsmalına bükülmüş qapağını da qazanın üzərinə yerləşdirirəm və dəm almasını gözləyirəm. Hardasa bir yarım saat, 20 dəqiqəyə dəm alır. Gördüyünüz kimi dəm aldı. Qapağın içərisi də su ilə dolub. Burada hiss olunur. Servis edirəm plovu burada. Əziz xanımlar, bizim burada mərcilərimiz rayon mərcisidir, yerli mərcidir. Yəni bildirmək istəyirəm ki, çox ləzzətli mərcidir də, Cəlilabad mərcisidir, market mərcisidir. Marketdən bəzən mərci alırıq hazırlayanda, elə bil mərcini qaynadanda qabığı suyun üzərinə çıxır, yaxşı olmur. Amma bu yerli mərcilər çox ləzzətli. Həm mərci şorbası ləzzətli olur, həm mərci plovu ləzzətli olur. Servis edirəm, daha sonra kərə yağı ilə yağlayıram və burada gördüyünüz kimi çığırtma da var. Amma yenə də deyirəm, çığırtma hazırlanması kanalımda paylaşılıb. Buyurub baxa bilərsiniz. Dəyərli xanımlar, əgər bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.